Salam əziz şagirdlər, bugün biz feil haqda öyrənəcəyik. Feil nədir? Feil əşyanın hərəkətini bildirən əsas nitq hissəsidir. Feil nə etdi, nə edir, nə oldu, nə olur, nə edəcək, nə olacaq və s. suallarından birinə cavab verir. Feilin quruluqca növləri var. Sadə növ, deməli quruluqca sadə feillər var, düzəltmə feillər var və mürəkkəb feillər var. Sadə feillər hansılardır? Onları deyək. Sadə feillərdə sözün kökü və qrammatik şəkilçi olur və yaxud eləcə sözün kökü olur. Burada baxaq hansı sadə feillər var. Anlamaq feili. Deyirsiniz ki, feilin kökü ola bilməz. Anla, anlamağın heç bir məna əlaqəsi yoxdur. Ona görə kök və şəkilçi arasında məna əlaqəsi olmalıdır ki, biz sözü tərkibinə görə təhlil etdikdə köklə şəkilçi arasında məna əlaqəsi, bir bağ olmalıdır. Anlamaq sadə feildir. Ağlamaq, ağla ağlamağın heç bir məna əlaqəsi yoxdur. Ona görə feilin kökü ağladı. Ağmaq da qrammatik şəkilçidir. Alışmaq feili var. Yenə feilin kökü alışmaqdır. Maq da qrammatik şəkilçidir. Həmçinin barışmaq, bağışlamaq. Çünki bağış deyə bizim sözümüz yoxdur. Deyirsiniz ki, bağışlamaq sözünü necə biz sadə söz kimi götürərik? Bəli, bu sadə sözdür, sadə feildir. Bağış deyə bir sözümüz yoxdur. Bağışlamaq sözün kökü bağışladı. Maq da qrammatik şəkilçidir. Dağıtmaq, yenə dağla dağıtmaq arasında heç bir məna əlaqəsi yoxdur. Ona görə sözün kökü dağıtmaqdır elə. Maq da leksik şəkilçi, qrammatik şəkilçidir. Danışmaq, dinləmək, dinlə, din, bir də lə şəkilçisi. Bunlar bir yerdə dinləmək sadə feildir. Danlamaq sadə feildir. Düşünmək, deyirsiniz ki, düşmək, düşməklə düşünmək arasında fərq var. Ona görə düşünmək feilinin kökü elə düşün feilidir ki, mək də burada qrammatik şəkilçidir. Dəyişmək sadə feildir. Dağılmaq sadə feildir. Saxlamaq, həmçinin çalışmaq, qaldırmaq, deyirsiniz ki, qalmaq feili var. Qalmaq feili ilə qaldırmaq feili arasında məna əlaqələri fərqlidir. Qalmaq başqa bir sözdür, qaldırmaq isə başqa bir feildir. Bu da ki, deməli, sadə feil adlanır. Uzanmaq sadə feildir. Yarışmaq sadə feildir. Yoxlamaq, deyə bilərsiniz ki, yox deyə bir söz var. Yoxla yoxlamaq tamamilə fərqli mənaları ifadə edir. Ona görə də burada feilin kökü yoxlamaq feilidir. Yırğalamaq, yırğalamaq sadə feildir. Qarışmaq sadə feildir. Qızarmaq, deyirsiniz ki, qızmaq feili var. Qızmaqla qızarmaq feili arasında fərqlər var. Yəni, onlar məna baxımından fərqli-fərqli sözlərdir, fərqli-fərqli feillərdir. Qışqırmaq, deyirsiniz ki, qış deyə bir sözümüz var. Qışla qışqırma arasında heç bir məna əlaqəsi yoxdur. Gətizdirmək, sözün kökü gətizdirdir, gətizdir. Mək də qrammatik şəkilçidir. Gətiz deyə bir sözümüz yoxdur. Gətizdirmək. Amma gətirmək olsa, gətirtmək olsa, bəli, biz bunu sadə söz kimi, sadə feil kimi götürə bilməzdik. Gətirmək, sözün kökü gətir, mək də qrammatik şəkilçidir. İslatmaq, isla deyə bir sözümüz yoxdur. Ona görə biz islatmaq. İsitmək, isi deyə bir söz yoxdur. İsitmək
də sadə feildir. Sevinmək, deyərsiniz ki, sevdi sözün kökü, xeyr. Sevlə sevinmək arasında fərqli mənalar ifadə edir. Biz sevəndə sevinmirik. Yəni sevməklə sevinmək fərqli anlayışdır, yəni fərqli mənadır. Ona görə də sevinmək feili sadə feildir. Kiçilmək sadə feildir. Alçalmaq sadə feildir. Xatırlamaq sadə feildir. Ləngitmək sadə feildir. Bağışlamaq sadə feildir. Burada son yazdığım bağışlamaq, ləngitmək, bir də xatırlamaq feilləri alınma sözlərdir. Qalanları milli mənşəli sözlərdir. Bu feillər sadə feillərdir. Yəni bu feillərin qeyd eləyin dəftərinizdə, yəni sadə feillər ilk baxışdan sadə görünmür, amma sadə feildir. Məsələn, yırğalamaq, yırğa deyə bir söz yoxdur. Ona görə yırğalamaq və yaxud qaldırmaq, bunların hər biri sadə feillərdir. İndi keçək düzəltmə feilə. Düzəltmə feil nədir? Düzəltmə feili necə yaradırıq? Düzəltmə feil deməli bir kök və leksik şəkilçidən ibarət olan feillər düzəltmə feillərdir. Və düzəltmə feillər hansılardır? Baxaq. Demək, düzəltmə feillər adlardan, yəni düzəltmə feillər bir kök və leksik şəkilçidən ibarət olur və adlardan düzələn feillər var ki, onlar bu şəkilçilərin köməyi ilə yaranır. Adlardan düzələn feillər, yəni adlar dedikdə nə başa düşürük? İsim, sifət, say, əvəzlik, zərf. Bax, bunlardan düzələn, bunlara şəkilçi artırırıq və feillər düzəlir. Bu olur adlardan düzələn feillər. Lalə şəkilçisi, işləmək. Bax, nə iş? İsimdir. Lalə şəkilçisini artırdıq, işləmək feili yarandı. Göz isimdir, gözləmək feili yarandı. Lanlən şəkilçisi, ruh isimdir, ruhlanmaq düzəltmə feili yarandı. Ləş şəkilçisi, dostlaşmaq, dost isimdir, dostlaşmaq. Al deməli şəkilçisi var, düzəlmək, qocalmaq. Burada l ixtisara düşür. Çünki qoca sözünün sonu a ilə bitir. Ona da saytla başlayan şəkilçisi artırdıqda biri ixtisara düşür. Ər şəkilçisi, ağarmaq. Sözün kökü ağdır, ağarmaq. Otarmaq. Sözün kökü otdur, otarmaq. Maq qrammatik şəkilçidir. Ə şəkilçisi. Sözün kökü əldir, ələmək də qrammatik şəkilçidir. Qan, qanamaq. A orada leksik şəkilçidir. Sasə şəkilçisinə baxaq. Su sözün köküdür. Susa, susamaq. Feilini yaratdı. Ix, ux şəkilçisi var. Dar, necə dar? Sifətdir. Ix, darıxmaq. Yəni feilini yaratdı. İmsə, mənimsəmə. İmsəmək, mənimsəmək. İmsə burada leksik şəkilçidir. Əvəzliyə artırıldı və feil yarandı. Aş şəkilçisi yan zərfdir, yanaşmaq düzəltmə feildir. Turş sifətdir, turşumaq feili yarandı. Ilda şəkilçisi var. Bu təqlidi sözlər deməli bu şəkilçinin köməyi ilə yaradır. Pıçıldamaq, pıç belə deyirik. Ilda leksik şəkilçidir, maq da qrammatik şəkilçidir. Və ya civildəmək. Civ deyə bir səs eşidirik. Civ sözün kökü belə götürürük. İldəmək. Bunlar olur adlardan düzələn feillər.
Bəs feillərdən düzələn feillər hansıdır? Il, il, ul, ül şəkilsi. Məsələn, bax, baxmaq bir feildir. Il şəkilsi artırdım, yenidən feil yarandı. Baxılmaq feili. In, in, un, ün şəkilsi. Feil, oxu feilin köküdür. Oxuma, oxunmaq, oxumaq, oxunmaq. N leksik şəkilsidir, maq qrammatik şəkilsidir. İş, iş, uş, üş şəkilsinə baxaq. Yazışmaq, yazmaq feilin köküdür. İş leksik şəkilsidir, maq qrammatikdir. Dır, dir, dur, dur şəkilsi. Və dır, dir, dur, dur şəkilsi şəxs xəbərli şəkilsi ilə homonimdir. Yəni, onlar tamam biri leksikdir, digəri qrammatik şəkilsidir. Yazmaq feilindən yazdırmaq feili yaranır. Ir, ir, urur şəkilsi bişmək feilindən bişirmək feili yaranır. İt, it, ut, üt şəkilsi oxumaq feilindən oxutmaq feili yaranır. I, i, u, ü şəkilsi qazmaq feilindən qazımaq, qazımaq feili yaranır. İz, iz, uz, üz şəkilsi qorxmaq feilindən qorxuzmaq feili yaranır. Ala, ələ şəkilsi səpmək feilindən səpələmək feili yaranır. Dər şəkilsi var. Dönmək feilindən döndərmək feili yaranır. Xala şəkilsi ovmaq feilindən ovxalamaq feili yaranır. Qun şəkilsi udmaq feilindən udqunmaq feili yaranır. İmsə şəkilsi gülmək feilindən gülümsəmək feili yaranır. Ar, ər şəkilsi qopmaq feilindən qoparmaq feili yaranır. Bax, bu feillər, bu şəkilçilər adlara qoşulur, feillərə qoşulur, düzəltmə feilləri yaradır. Mürəkkəb feillər necə yaranır? Onlara da baxaq. Demək, mürəkkəb feillərə baxaq. Mürəkkəb feillər necə yaranır? Mürəkkəb feillər olmaq, etmək, bilmək, eləmək, qılmaq feilləri digər nitq hissələri ilə birləşir, mürəkkəb feilləri yaradır. Məsələn, yaxşılıq etmək. Yaxşılıq, nə yaxşılıq? İsimdir. Etmək feili birləşdi, bir mürəkkəb feil yaratdı. Dost olmaq, dost isimdir. Olmaq feili birləşdi, dost olmaq mürəkkəb feili yaratdı. Dostluq etmək, namaz qılmaq, bunlar mürəkkəb feillərdir. Deməli, mürəkkəb feillər ol, et, bil, elə, qıl feillərinin köməyi ilə bu feillər demək mürəkkəb feilləri yaradır. Bu feillər digər nitq hissələrinə qoşularaq yeni mürəkkəb feillər yaradır. A, ə şəkilsi qəbul etmiş feilə bilmək feilini artırmaqla mürəkkəb feili yaradırıq. Məsələn, danışa bilmək, oxuya bilmək, yeriyə bilmək, gələ bilmək. A, ə şəkilsini artırdıq. Nəyə? Deməli, bilmək feilinə. Əks və ya yaxın mənalı müstəqil feillərin birləşməsi ilə yaranan mürəkkəb feillər var. Məsələn, oturur, durur, çalışıb, vuruşur və s. İp, plus, getmək, gəlmək, çatmaq, keçmək və s. feilləri artırılır, mürəkkəb feilləri yaradır. Məsələn, gəlib çatmaq, ötüb keçmək, aparıb gətirmək. Bax, bunlar ıb feilinin köməyi ilə və o ıb şəkilsi, ıb, ib, ub, ib şəkilsi getmək, gəlmək, çatmaq, keçmək kimi sözlərə artırılaraq mürəkkəb feilləri yaradır. Dərsimiz bu qədər. Növbəti dərslərdə görüşənədək sağ olun.